Hər vaxtınız xeyirli olsun əziz dostlar. Mən Meri. Bu günlər sizinlə 2026-cı ildə olan buraxılış imtahanlarını müzakirə edəcəyik. Ümumiyyətlə onu deyə bilərəm ki, 2026-cı ildə 120 mindən yuxarı şagird, abituriyent Dövlət İmtahan Mərkəzindən buraxılış imtahanında iştirak edib. Bildiyimiz kimi, bütün abituriyentlər, demək olar ki, əksər abituriyentlər nəticəsi istədiyi kimi olmayıb. Səbəbi də 2026-cı ildə olan buraxılış imtahanı digər illərə nisbətən çətin olmasıdır. Məsəl üçün, deyə bilərik burada riyaziyyatın çətinliyi, Azərbaycan dilində mətnlərin qədizliyi, vaxt aparması, boş-boşuna vaxt itkisi, həmçinin ingilis dilinin suallarında qrammatika suallarının çətinliyi, bir-iki dənə qrammatika suallarında çox çətin suallar var idi. Biz hətta burada deyə bilərik ki, ingilis dilində qrammatika suallarından bir neçə dənə çətin sual var idi. Özüm ingilis dili üzrə filoloqam. Mənə belə bir çətin gəlirdi hətta. Çünki səviyyəsi B1, B2 idi. Yəni asan sözlər yox idi. Suallar da çətin idi. Sifətlər ümumiyyətlə mən o sifətini görməmişdim. Nə yalan deyim, səmimi olun. Mən o sifətini görməmişdim. Belə, yəni həqiqətən çətin idi. Yəni bunu təbii olaraq mən dilə gətirdim, çətin idi. Mənim fikrimcə də həqiqətən çətin idi. Yəni bunu tək mənim öz fikrimlə yox, əsaslandıra bilərik ki, burada bir çox abituriyentlər real olaraq baxaq. Görürsünüz ki, 1-ci zona 9 mart buraxılış imtahanının çətin olması səbəbilə bir çox şagirdlər etiraz elədi. Müxtəlif sosial platformalarda bunu göstərdilər. Olsun müəllimlər, olsun da hətta biz də. Yəni həqiqətən reaksiya bildirdik. Gördüyümüz kimi bu imtahanın çətin olması Dövlət İmtahan Mərkəzində də bir məyusluq yarada bilər həqiqətən. Siz 9 mart yoxsa 15 mart, 1-ci zona yoxsa 2-ci zona buraxılış imtahanı çətin idi. Bunu aid eləyək. Mən sizdən, yəni bu çətinliyi heç kim inkar edə bilməz. Mən gözləyirdim ki, 2 imtahan da olsun, ondan sonra mən fikrimi bildirim. Mənim fikrimcə, həqiqətən də buraxılış imtahanı çətin oldu. Asan suallar da var idi. Çətin suallar çox idi. Bilirsiniz burada nə yoxdur? Burada orta səviyyəli suallar çox azdır. Orta səviyyəli suallar çox azdır. Bir də vaxt aparıcı suallar da var idi. Olsun riyaziyyatda, olsun əsasən Azərbaycan dilində, qrammatika çətin idi. Yəni o qədər çətinliyə ehtiyac yoxdur. Yəni bunlar blok sualları deyil ki, yəni buraxılışda asan da olmalıdır. Asan deyə, yəni blok səviyyəsində suallar salmağa ehtiyac yoxdur da. Bilirsiniz bu imtahan hansı imtahana oxşayır? Bu məzun imtahanlarına oxşayır. Məzun imtahanlarında həmişə bu səviyyədə olur. Deyə bilərəm ki, hə, məsəl üçün 1-ci zona 2-ci zonadan nisbətən çətin idi, nisbətən. Az da olsa çətin idi. Çünki mən yadınızdadırsa mən bir shorts paylaşmışdım. Demişdim ki, bəs uşaqlar 15 mart uşaqları çıxdı. Eşitmə görə imtahan asan da olub. Çünki mən baxanda readingə baxdım ingilis dilində, mən əsasən onlara baxıram. Gördüm, hə, bir qədər asandır. Oradan məsələn mən təsəvvür edə bilirəm ki, hə, bir qədər asanlaşdırıblar. Çünki yəni 1-ci zonanın readingi ilə 2-ci zonanın readingində həqiqətən fərq vardır. Hamınıza uğurlar arzu edirəm. Yəni siz dayanmayın. Mənim məqsədim burada ki, 1-ci, 2-ci zonanın çətinliyi və yaxud biz etirazımızı bildirmək üçün bir video çəkdim mən. Onsuz da Dövlət İmtahan Mərkəzi sizə fikirləşərək bir sorğu yaradıb. Dövlət İmtahan Mərkəzinin Instagram səhifəsindən və yaxud aşağı mən bir link qoyacağam açıqlamadan. Dövlət İmtahan Mərkəzi sorğu keçirdir. Buraxılış imtahanına görə, ümumiyyətlə imtahanlara görə bir sorğu keçirdir. Siz açıqlama bölməsindən girib o linkə daxil olur, imtahan təcrübənizi bölüşə bilərsiniz və s. və ilə axır. Öz etirazınızı belə bildirə bilərsiniz. Daxil olun və öz etirazınızı, öz təklif iradlarınızı bildirin ki, gələn illərdə də nəzərə alsınlar. Bu qədər. Bir də Dövlət İmtahan Mərkəzi olduğu qədər ədalətli, məxfi və təhlükəsizliyi təmin edən bir qurumdur mənim fikrimcə. Sadəcə, yəni bu suallar hamıya belədir. Yəni siz hamı yüksək nəticə gözləyir, az nəticə yığdı. Nəticədə ballar aşağı düşəcək. Yəni bu şübhəsiz belə ki, ballar aşağı düşəcək. Az da olsa, nə qədər də olsa, yəni balları kim təyin edir? Abituriyentlər, şagirdlər. Yəni ballar aşağı düşməyə ehtimalı çoxdur. Narahat olmayın. İnşallah yaxşı olacaq. Sadəcə dayanmayın, təslim olmayın, irəliyə doğru addımlayın.